Burada bu heç tipoqrafiyadan ibarət bir billboarddır. Bunlar da keçərli olur. Amma bir məğzi olmalıdır. Bu sadə minimalisti biraz yazılar və bu yazı oxunmur. Bu biraz problem olabilir. Bu okeydir. Onu Burada çox sevirəm. sıxıntı yoxdur burada. Bu yaxşı seçmişsiniz. Burada biraz qarışıqlar var. Çünki burada belə bu qiymətləri oxumayacaqlar. Ee, Bu çox yaxşıdır, uğurludur. Fontun jörn olması, yağlı olması. Olar siz hansı şəkillər yaxşıdır, onun altından like işarəsi qoyasınız, Tamam. əgər mümkündürsə. Bu, Başqa nə gəldi bu? bu qədər. Üçüncü. Bu da qədər. Mhm. Bu qarışıqdır, çünki burada loqo çox böyükdür. Loqo yazıya maneçilik yaradır. Bu olmaz. Mhm. Bu idarə edər. Yazı rahat oxunur, vizual görsənir. Burada font problemdir. Çox Heç kiçik. olmasa bəs normal Kitabxana olsa tipində yox. Ha, minimalist olsa hə olar. yaxşıdır. Kitabxana tipində fontlar billboardda işə yaramır. Bu qədər sadədir, minimalist font görsənir, vizual idarə edər. Oo, bir də bu da. Burada da idarə edər. Fontun şeyini qeydər, amma bir dənə çox qırağa gedib. Səhifənin çox qırağına getməsin. Ona diqqət edin. Bildizə səhifə ölçülərinin qırağına çox getməməlidir. Ona fikir verin. İndi billboard hazırlayırıq. Təxmini ölçü atacağım. Ölçülər vəbşə necə ümumiyyətlə tapa bilərsiniz? Google-a billboard design size yazır. Burada müxtəlif ölçülər var. Böyle şəkillə də verilir. Bunlar inçlərlə hesablanır. Burada hansısa bir sayta da daxil ola bilərsiniz. Və ya da burada yazılır. Ə, Burada indi white'dır bu heç. Məsəl üçün, tutaq ki, bir sayta daxil olursunuz burada. Burada baxın, bir size'ları verir. Və fitlə. Photoshopda işləyəndə fitlə işləyəcəksiniz, amma bu çapa gedəndə. Amma ev tapşırıqları olanda piksellə işləyə bilərsiniz. Burada məsələ vizualı öyrəşmənizdir. Amma çapa göndərəndə fitlə işləyirsiniz. Fit daha çox olur, daha çox fit olur. Bəzən millimetr, santimetrlərdə verilir. O ölçülər müxtəlif cürdür. Bir ölçüyə sahib deyil. Normalda ölçünü sizə verirlər. Siz özünüzdən ölçü kəşf eləmirsiniz. Ölçülər sizə verirlər, onunla hazırlamış olursunuz. İndi biz də təxmini bir rəqəmlə işləyəcəyik. Tutaq ki, 1366-nın 728-ə ay 300 ppi və semiyka çapa gedir. Və krit eləyirik. Belə bir səhifə çıxdı qabağımıza. Və bu səhifədə biz billboardumuzu hazırlayacağıq vizual olaraq. Deyək ki, McDonald's üçün hazırlayırıq. Belə fikirləşək. McDonald's üçün hazırlayacağıq. Bunun üçün gəlirik. McDonald's yazırıq. Və billboard qabağına yazaq. Ya da billboarddan ilhamlanmağımız üçün. Görürük ki, M hərfinin logosundan background-da istifadə eləyərək çox fərqli bir stil yaratmağa çalışırlar hər dəfə. Görürük ki, hər dəfə bir M hərfinin detalı backgroundda yer alıb və biz də bu detaldan istifadə edə bilərik. Çünki McDonald's stilini tamamlamağımız üçün burgerlər çox böyük və iştah artırıcı qoyurlar. Qırmızı backgroundlardan daha çox istifadə edilir McDonald's öz logosundan. Bunu gördük. Gəlirik birinci backgroundumuzu hazırlayırıq. Backgroundumuzu qırmızı veririk. McDonald's-un rəngi. Analizlərimizə görə ki, M hərfini detallar olaraq istifadə ediblər. Ona görə biz də McDonald's logosunun
Logo PNG yazırıq. PNG yükləmək istəyəndə hansıdır logonun? M hərfi bax. Və PNG-dir. Arxası transparentdir. Yüklüyürük. Və bu M hərfindən istifadə edərək bir background çıxardacağıq. Mən məsəl üçün belə qırağa qoyuram. Bunu trimview eləyirəm və şey hazırdır. Backgroundumuz hazırdır. Çünki baxdığımız konseptə əsasən M hərflərindən istifadə edilir və burgerlərin böyük qoyulması var. Burada indi mən sizə daha çox göstərmək istədiyim, yəni yazıların ölçüsü və soldan sağa prinsipi əsasən olacaq. Yəni, Billboardda zaten çox da xüsusi böyük ideyalar olmur. Bu texniki tərəfdə dərəcəni götürüb qoyurlar. Bunu dizayn da eləmək olar. Kartof var, bu qarıyla marketinq gedir. Çölə çıxır kartoşkalar belə. Və yaxud da bu çölə çıxır. Bu qarıyla marketinq gedir. Okay. Yazımız, logomuza keçirik. Yəni, M hərfi burada olsa belə, yenə logomuzu qoymalıyıq. McDonald's-un logosunu götürək. Biri. Baxa görə qoyublar ümumiyyətlə sonra M-dən sonra. M-dən sonra çox vaxt qoymurlar. Məsələn, M yoxdur, qoyublar. Amma M-in Ya detalından da balaca küncdür. necə? Çünki şəklə baxın, orada bax küncdədir. Amma M yoxdur da, ancaq. Hə, olmayan yerlərdə McDonald's logosu qoyulur. Ona görə biz də yəni qoymayacağıq. Çünki ehtiyac yoxdur, M hərfini özünü istifadə eləmişik. Bir dəqiqə çox üzr istəyirəm, gəlirəm indi.
Okey. Demək, analiz elədiyim bunu detalından birləşdirdik. Biz də bura fərqli bir şey demək olar. Ümumiyyətlə, təkcə McDonald's-da yox, bunu bir çox brendlərdə istifadə edə bilərsiniz. Belə də demək olar. Bir çox brendlərdə bunu istifadə eləməyiniz mümkündür. Yəni Yəni, açıqlayaq. loqonun detalını götürüb, hansısa bir işarəsini götürüb, background-da bu şəkildə, məsəl üçün, yerləşdirmək qıraqlardan. Yəni, bu üsul yayğın bir üsuldur. İndi sloqanlara diqqət edirik. Çox sadə və böyük yazıblar. Sol tərəfdən qeyd edirlər. Biz də sol tərəfdən qoymuş olacağıq. Pinterest-ə baxaq görək. Təkcə Google-a yox, Pinterest-də də həmçinin analiz eləməyə çalışın. Behance-dan da. Bir dənə yerdən heç vaxt analiz eləməyin. Pick-free-dən baxıram. Necə? Pick-free. Free picture. O da olar. Yəni aşağı-yuxarı eyni tip font işlədirlər. Sadə, düz, bəzən belə nazik yazıb altdan qalın yazılar. Bu da məsəl üçün bir üsuldur. Bir xüsusi bir font dizaynları həmişə olmur. KFC də həmin üsulla gedir. Okay. Sloqanımızı yazaq. Məsəl üçün Happy Friday yazırıq. Yəni xoşbəxt cümə günüdür. McDonald's belə bir mesaj ötürür. Yazırıq happy. Sözü ayrı-ayrı yazıram. Fontu seçirəm. Ne? Teacher, Bəli. sloqan seçəndə ümumiyyətcə siz özünüzdən çıxardırsınız, yoxsa onlar deyirlər bu sözü yazın? Elə var deyirlər, elə var ki, özünüz fikirləşməlisiniz sloqanı kampaniyaya görə. Yəni əgər kampaniya bəllidirsə, ona uyğun sloqan fikirləşirsiniz. Əgər kampaniya bəlli deyilsə, ona uyğun fikirləşməlisiniz. Öz-özünüzə maraq qata bilərsiniz də, hansı bir kampaniyalar eləyərəm. Məsəl üçün, bugün burger alınır, kartofli pulsuz tutaq ki, belə tipli kampaniyalarda fikirləşib. Birinci kampaniyanı fikirləşməlisiniz, sonra sloqanınızı. Yoxsa uğurlu olmayacaq. Tamam. Ayrı-ayrı yazıram, sözdəki dizaynı da verə bilim. İki dənə belə söz yazdıq. İndi burada şey yox, bunu dizayn dəyişək. Bunu da ki, böyük bir şəkildə qoyuruq belə. Friday belə yazıldı. Bunun da hərflər arasındakı məsafəni artırırıq. Belə bir şeylər edirik. Test edirik, yəni necə görsənir. Ortalaşıq. Cover Compiler. Bunu biraz balacalaşdırırıq. Sol tərəfə yerləşdiririk kraya və yenə şeylə şkalalardan işləməyiniz tövsiyə olunur. Şkala ilə işləyin ki, R-dən. bəli, Ctrl R. Şkala ilə belə rahat məsafələr verin ki, maneçilik yaranmasın sonra. Happy Friday'e belə qoyduq. Bu önəmli olan sloqan hissəsidir. Bunu biraz qalın da eləyə bilərik. Çox nazik oldu.
Və aşağı göçü məsafələrə diqqət edirəm ki, qıraqlardan çox aralı olsun. Çox üzr istəyirəm. Üzürlü sayın. Deməli, bu sloqanımızı Bir yaz. şey yaxşıdır. Ha, ha, zəng gəlmişdi. Hı hı. Deməli, burada sloqanımız yerləşdirdik. Kiçik bir açıqlama da, məsəl üçün, Lorem ipsumlar da belə ata bilərsiniz. Balaca, belə dizaynlarınıza belə bir minimal açıqlamalar. Buradan da belə verə bilərsiniz, buradan da verə bilərsiniz. Belə tipdə kiçik şeylərdə. Bu artıq oxunması üçün elə də çox vacib deyil. Bunlar daha çox vizual görüntü üçündür. Xüsusi bir şey üçün olmur. Sadəcə vizual görüntü üçün. Altda da məsəl üçün əlaqə nömrəsi qeyd edə bilərsiniz. Məsəl üçün əlaqə nömrəsini yönləndirirsiniz və yaxud da application qoya bilərsiniz, website yaza bilərsiniz və eyni məsafələr. Eyni məsafələrlə qoyduq. Biraz böyük, nömrə biraz böyük olmalıdır ki, görsənsin. Bu şəkildə də biraz daha böyük eləmək olar tiplərdə. Bu hissə tamamdır. Yəni sol, sağ tərəflər tamamdır. Görsənir hər şey. Nömrə də görsənir, nömrəyə artı yönləndirdiniz. Burada da vizualınızı yerləşdirirsiniz. Yəni, ta ki bir burger götürdünüz. Məsəl üçün. Və yaxud da qışqırdıcı, bayaq dediyimiz üsullardan, qışqırdıcı burgerlərdən istifadə edə bilərsiniz.
daha açmalıdır. Bəli. Hə, nə oldu? In 2024, we made Mən arxa planla istəyirəm, arxa plansız olan olsun. Eybi yoxdur. Hansı birini götürək. Misal üçün olsa götürürük də. Hə, məsələ üçün. Onun sözü belə tutaq ki, qoydunuz. Altdan kölgə, güya havada dayanırmış kimi bir kölgə verirsiniz. Kölgə belə tipli kölgə verən magnetik disk azaltmalısınız və bulur mütləq verməlisiniz. Kölgədə bulur mütləq olmalıdır. Hə, belə tərzdə məsəl üçün biraz opasitəsini daha da azaltmaq olur. Hə, məsəl üçün biraz buluru da təzdən artırmaq olar. Məsəl üçün belə istəyirlər. Belə atmosferada. Vizual dizayn biraz dəyişdirə bilərsiniz. Məsələn, tutaq ki, çətir qoya bilərsiniz. Çətir nə idi o? Umbrella. Hə, belə. Umbrella. Hə. Və məsəl üçün belə bir əlavə vizual götürə bilərsiniz. Çətir başın üstündə dayanıb. Yəni idealınıza bir ideya da qatmağınız mümkündür. Təkcə burger qoymaqla kifayətlənmir, biraz maraq qatmağa çalışın, ideyalara qatmağa çalışın. Qırmızı eləməyimiz də ki, McDonald's-a görədir. Brendin öz rənglərini nəzərə alırıq. Oyuna qoydu da o çətir. Şeyin arxasına da qoymaq olar, burgerin. Ki onu qoruyur. Hələ onu elə deyirik. Layer'a gəlirik. Arxasına qoyaq belə. Hələ çox. Rəngini dəyişmək olar, qırmızı. Yox, belə də qala bilər. O çox problem bir şey deyil. Məsəl üçün. Belə vizual eləyə bilərik. Rəngini ağ məsəl üçün eləyə bilərik bunu. Belə də tipdə fırlamaq olar. Bunların rəngləri dəyişəcək. Bəlkə bu boz eləyirik. Və hamısı boz eləmir də. Məsəl üçün, tutaq ki, happy-ni buradakı qırmızıdan götürürük. Belə tərzdə də çevirmək olur. Bir dənə rəngi, background rəngi dəyişməyin atmosferada dəyişdi. Hə, həm də ağ rəng istədiyimiz kimi. Maşına görə. Yəni, bu tipdə də eləmək olar. Başa düşdünüz? Yəni, rahatdır billboard. Sadədir, rahatdır, relax işlənilməlidir ki, o rahat görsənsin. Aydındır, başa düşdünüz? Bəli. Əsas sualınız var bugünkü dərslə bağlı? Hələ ki yox. Tamamdır. Onda videonu da göndərirəm, amma birisini yükləyərsiniz, bunu da yükləyərsiniz, tapşırıqları da yazacağam sizə. Teacher, o yarımçıq qalan videonu da yüklərsiniz, zəhmət olmasın. Hansı yarımçıq? O, mən xəstəxanaya getdiyim gün var idi. Hə, tamamdır, göndərərəm. Bir də ayın Tarixlər yadınızda 13-ündə, deyil. əgər Tarixlər yadınızda deyil. 13-ündən sonra, biri 13-üdür, Hə, bir də ondan sonraki. Deyərəm, o tarixdə deyərəm. yaxşı oldu. Teşekkür edirəm. Sağ Gününüz olun. xoş keçsin. Sizin gününüz xoş keçsin. Paxlavalar da çox qalmasın. Hə, əziyyət çəkirsiniz. Ofis deyərsiniz, ofisə gətirim verim. Ya necə istəyirsiniz, Çəkmir, necə rahat. görüşərik elə, şey eləyərik. Tamam. Rahat olun. Çox sağ Sağ olun. olun. Sağ olun. Hələlik. Hələlik.